Salam əziz tələbələr, hər vaxtınız xeyir olsun. Mən sizin informatika müəlliminiz Şəlalə Qoçeva. Bu gün sizlərlə birlikdə 15 may dövlət qulluğu imtahanına gedən tələbələr üçün dəstək məqsədli, tam qəbul səviyyəli sınaq izahı paylaşacağam. Siz də videonu izlədikcə videonu saxlayıb cavabı tapıb daha sonra mənim izahımı dinləyərək cavablarınızı dəqiqləşdirə bilərsiniz. Vaxt itirmədən başlayaq birinci sualdan. Elektron sənəd dövriyyəsi nədir? Elektron sənəd dövriyyəsi dedikdə, informasiya sistemində elektron sənədin nizamlanmış hərəkəti ilə bağlı informasiya prosesləri nəzərdə tutulur. Uzağı burada sizi A ilə B variantı çaşdıra bilərdi. Ancaq B variantında nizamlanmamış dediyi üçün variantımız səhvdir. Doğru cavab A variantı. İkinci sual. Excel cədvəlində B13, G17 diapazonunda neçə sətir yerləşir? Sətir sayını tapmaq üçün sətir nömrələrini çıxırsınız bir-birindən, üzərinə gəlirsiniz 1. Bu da verir sizə doğru cavabı 5. D variantı. Əgər sütun sayı deyərsə, sütunları ardıcıllıqla düzürsünüz. Xana sayı deyərsə isə, xana sayı bərabərdir. Sətir sayı vurulsun sütun sayına. Daha sonra üçüncü sual. Yeni təqdimatın yaradılma üsullarını müəyyən edin. Deməli, yoldaşlar, biri var yeni təqdimat, biri də var yeni slayd. Təqdimatda ipucularımız nələrdir? Cümlədə new sözü görərsinizsə, new-nu tək, yəni new-nun yanında slayd sözü yox, new təkdirsə və ya new-nun düymə kombinasiyası olan Ctrl-N düymə kombinasiyası görərsinizsə, bu yeni təqdimatdır. Yeni slayd dedikdə isə artıq bizim təqdimatımız slaydlardan ibarətdir. Və sizə məhz həmin o təqdimatın içindəki slaydların yaradılma yollarını soruşur. Yeni slaydı yaratmaq üçün yollarımız nə ola bilər? Ctrl-M düymə kombinasiyası. Daha sonra slaydı seçib klaviaturadan Enter düyməsinə klik etmək ola bilər. Daha sonra new slide əmri ola bilər. Fikir verin, new demirəm, new slide deyirəm. Deməli 1, 3 və 4 yeni slaydın yaradılma yollarıdır. Bizdən isə yeni təqdimat soruşur. Fikir verin, 2-də new var, götürürük. 5-də new-nun düymə kombinasiyası Ctrl-M var, götürürük. 6-da Quick Access Toolbardan new əmridir, götürürük. Doğru cavabı 2, 5, 6 A variantı. Bu arada belə bir sual versək ki, yeni slayd hansı tablardan yaradıla bilər? Artıq tab deyərsə, Home və Insert tablarından yaradıla bilər. Gəldik 4-cü suala. Kontekst menyunun paste və paste shortcut əmrlərinin solğun şriftlə görünməsi nəyi bildirir? Fikir verin, burada paste və paste shortcut'ın rəngi solğundur. Bunun səbəbi odur ki, hal-hazırda mübadilə buferi boşdur. Sonra bu sualın belə bir versiyası da ola bilər ki, paste aktiv olsun, amma paste shortcut passiv olsun. Bunun səbəbi ola bilər ki, sonuncu əməliyyat cut olunub. Cut olunub ki, onun shortcut'ı yaradıla bilmir. Daha sonra baxaq 5-ci suala. Uyğunluğu müəyyən edin. Deməli, cümlənin seçilməsi, abzasın seçilməsi və sözün seçilməsi üçün hansı üsullar mümkündür? Deməli, yoldaşlar, bir baxaq variantlara. F8 düyməsi 2 dəfə kiliklənərsə, biz bilirik ki, F8-in sıxılmasında 2, 3, 4 və 5 dəfə sıxılması ilə bağlı qaydaları var. 2 dəfə sıxılarsa söz, 3 dəfə sıxılarsa cümlə, 4 dəfə sıxılarsa abzas, 5 dəfə sıxılarsa isə artıq bütövlükdə mətn seçilir. İndi 2 dəfə kiliklənirsə, deməli söz seçilir. 3-ə uyğun gəlir A. 3-ə A-nı tapan kimi A, B, C və Y variantları gedir. Bir dənə qalır D variantı. Yəni, çıxdaş üsulundan da eləyə bilərsiniz. Baxaq davamına. B-də deyir, mətnin sol tərəfində qeyd olunma sahəsində mausun sol düyməsini 2 dəfə kilikləməklə, əgər qeyd olunma zolağında 2 dəfə kilikləyirsinizsə, bu zaman abzas seçilir.
2-yə uyğun gəlir B. Qeyd olunmaz zolağında bir dəfə kilikləyərsinizsə sətr seçilir. 3 dəfə kilikləyərsinizsə isə abzas seçilir. 2-də daha doğrusu mətn seçilir, üzr istəyirəm. 2 dəfədə isə abzas seçilir. Daha sonra C-də deyir ki, kursorun göstəricisi söz daxilində olarkən mausun sol düyməsi 2 dəfə kiliklənərsə, sözün daxilində 2 dəfə kiliklənirsə elə söz seçilir. Daha sonra D-də deyir cümlə daxilində F8 düyməsi 3 dəfə kiliklənərsə, 3 dəfə kiliklənirsə baxırıq nədir? Cümlə 1-ə uyğun gəlir D. Sonra F8 düyməsi 4 dəfə kiliklənirsə 4-də artıq abzasdır, 2-yə də uyğun gəlir Y. Deməli 1-ə D, 2-yə B-yə, 3-ə AC, doğru cavab D variantı. Daha sonra 6. Deməli, belə bir bizə URL ünvan verilib. Deyir ki, buna əsasən uyğunluğu müəyyən edin. Deməli, yoldaşlar, burada HTTP hipermətnlərin ötürülmə protokoludur. 1-ə uyğun gəlir C. 1-ə C-ni tapan kimi A, B variantları artıq gedir. www ümumdünya hörümçək toru bu internet xidmətidir. Veb sənədləri əliyetərliyi təmin edən internet xidməti. 2-yə uyğun gəlir A. 2-yə A-nı tapan kimi D variantı da gedir. Daha sonra bdd.baku.az isə bu bizim kompüterimizin domen ünvanıdır. 3-ə də uyğun gəlir Y. Doğru cavab C variantı. Hipermətnlərin işarələnməsi dili dedikdə HTML dilindən söhbət gedir. Elektron poçt protokolu dedikdə isə elektron poçtu göndərən protokol SMTP, qəbulu üçün isə POP3 protokolundan, bir də müəyyən şərtlər daxilində IMAP protokolundan da istifadə oluna bilər. 7-ci sual. A adlı şəxsə aşağıdakı məzmunda elektron məktub daxil olub. Hörmətli A, hesabınıza uzun müddətdir veb üzərindən daxil olmursunuz. Bu səbəbdən hesabınız 2 gün ərzində avtomatik silinəcək. Bu hal ilə qarşılaşmaq istəmirsinizsə, aşağıdakı linkdən hesabınıza daxil olun. Linkimiz budur. Deməli, yoldaşlar, fikir verin linkə. Bu bizim bildiyimiz Facebook deyil. Fikir verin, burada o əvəzinə sıfırlardan istifadə olunub. Deməli, bu saxta bir ünvandır. Və biz də demişik ki, saxta ünvan, saxta hesab, saxta sayt, saxta dostluqlar, saxta münasibətlər ipucuları varsa, bu sosial mühəndislik hücumudur. Və bu təhlükə zamanı da biz qətiyyən belə bir linkə daxil olmamalıyıq. Doğru cavab A variantı. Daha sonra 8. Şəkildə file print kateqoriyasından bir fraqment verilib. 10 səhifəyə malik sənəd aşağıdakı seçimlər əsasında çapa göndərilərsə, çap üçün neçə A4 vərəqi tələb olunur? Deməli, biz demişik ki, printer məsələlərində biz hansı ardıcıllıqla baxırıq? Birinci baxırıq bura, ikinci bura, üçüncü bura və dördüncü olaraq gələcəyimiz addım buradır. İndi deyir ki, 10 səhifəmiz var. Birinci baxırıq ki, bura 10 səhifədən hansı səhifələr? Burada all page yazılsa da bu sizi çaşdırmaq üçündür. Siz bura fikir verin ilk öncə ki, bəlkə burada tək səhifə, cüt səhifə söhbəti var. Əgər oddursa, deməli, tək səhifələr nəzərə alınmalıdır. Bunda necə yadda saxlayırıq? Demişik ki, oddda 3 hərf var. 3 də tək ədəd olduğu üçün odd tək səhifələri çap eləyir. Even-da isə 4 hərf var. 4 də cüt ədəddir. Deməli, even cüt səhifələri çap eləyir. İndi baxaq. Onun 10 səhifənin içində bizim 5 dənə tək səhifəmiz var. Sonra ikinci baxırıq bura. 2 page per sheet. Deməli, bir səhifədə 2 səhifə çap olunur. O zaman bu tapdığınız 5-i bölürsünüz bu 2-yə. Bu deyilir 2,5. Biz də bilirik ki, 2,5 deyə bir səhifə yoxdur. Bunu təqribən böyük götürürük 3. Bu axırıncı tapdığınız 5-i atırsınız gedir. Hal-hazır səhifə sayımız 3-dür. Üçüncü baxırıq bura. One sided. Bir üzlü çap getdiyi üçün səhifə sayımız 3 olaraq da qalır. Əgər yox burada bosu olsaydı, yəni 2 üzlü, o zaman 3-ü 2-yə bölməliydiniz. İndi one-da deyə 3 olaraq qalır. Ən sonda da tapdığınız bu səhifə sayını vurursunuz kopyanızın sayına. Yəni 3 vur 3 cavab eləyir 9. Doğru cavab A variantı. Daha sonra elektron cədvəldə B sütununun enini necə artırmaq olar? Deməli, yoldaşlar,
Elektron cədvəli açaq. Məsəl üçün, bu B sütununun enini biz necə artıra bilərik? B ilə C-nin arasına kursoru gətiririk. Belə bir iki başlı ox yaranır və bu oxu sağa doğru dartdığınız zaman üzərində fikir verin, n artır. Sağa doğru dartsaz n artır. Yəni sütun böyüyür. Yox sola doğru dartsaz isə sütun eni kiçilir. Bizdən də artırılmanı soruşduğu üçün deyirik ki, B və C sütunlarının arasından gəlib sağa doğru dartmaq. Bu da uyğun gəlir A variantına. Daha sonra 10-cu sual. İnformasiya, informasiyalaşdırma və informasiya mühafizəsi haqqında Azərbaycan Respublikasının qanununa görə özü üçün zəruri informasiyanın alınması məqsədi ilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik olan subyekt kimdir? Buna deyirlər informasiyanın subyekti, yəni informasiyanın istifadəçisi. Doğru cavab C variantı. Bəs desəz ki, bunu biz hardan öyrənə bilərik? Bu bizim informasiya təhlükəsizliyi PDF-imizdə yer alır nəzəriyyəmizin içərisində. Baxın, söhbət buradan gedir. Özü üçün zəruri informasiyanın alınması məqsədi ilə bilavasitə informasiya sisteminə və ya vasitəçiyə müraciət edən və ondan ancaq istifadə hüququna malik olan subyektə deyirlər informasiyanın istifadəçisi. Daha sonra 11-ci sual. Uyğunluğu müəyyən edin. Deməli, sistem, tətbiqi və instrumental proqram təminatına aid tərifləri seçirik. Deməli, A-da deyir ki, kompüterdə informasiyanın emalı prosesinin təşkil edən və kompüterin ümumi işini idarə edən proqramlar. Bax, demişik ki, kompüteri idarə edən desə, emalı idarə edən desə, bu sistem proqram təminatıdır. Birə uyğun gəlir A. Birə A-nı tapan kimi B, C və Y variantları gedir. Daha sonra B-də deyir, informasiya sistemlərinin yaradılmasında iştirak edən proqramlar. Demişik ki, cümlədə yaratmaq sözü varsa, hazırlamaq sözü varsa, bu instrumental proqram təminatıdır. 2-yə uyğun gəlir B. Daha doğrusu 3-ə uyğun gəlir B. 3-ə də B-ni tapan kimi bir dənə qalır D variantı. Daha sonra C-də deyir, müəyyən sinifə aid olan məsələlərin həlli üçün nəzərdə tutulan proqram kompleksi. Demişik ki, cümlədə məsələ sözü varsa, tapşırıq sözü varsa, bu tətbiqi proqram təminatıdır. Fikir verin, D-də də məsələ sözü var. 2-yə də uyğun gəlir C, D. 1-ə A, 2-yə C, D, 3-ə B. Doğru cavab D variantı. 12-ci sual. Verilmiş cədvəl fraqmentinə əsasən C3 xanasının qiymətini hesablayın. Baxırıq ki, C3 xanasında verilib average C1, C2. Average funksiyası bilirik ki, ədədi ortanı hesablayır və bizə lazımdır C1 və C2-nin qiyməti. C1 xanasında yazılıb count A1, B3. A1, B3 diapazonunda count ancaq və ancaq ədəd tipli xanaların sayını tapır. Biz bilirik ki, bizim 6 dənə funksiyamız var ki, bunlar ancaq və ancaq ədəd tipli xanalarla işləyir. Hansı ki, sum, product, average, count, maksimum və minimum. Bu funksiyalarımız ancaq və ancaq xanada ədəd tiplərindən işləyir. O zaman biz gedək bu A1, B3 diapazonunda ədəd tiplərinin sayını tapaq. O da cəmi ilə 1-dir. 1 dənə. Daha sonra count-a isə count-dan fərqli olaraq dolu xanaların sayını tapır. Yəni burada artıq fərqi yoxdur ki, içindəki ədəddirmi, mətindirmi? Əsas odur ki, xana dolu olsun və A1, B3 diapazonunda dolu xanalarımız 1, 2, 3, 4, 5. Bu da oldu 5 dənə. Və bizdən ən sonda ədəd ortanı istəyir C1, C2-nin. 1-in üstünə 5 gəlirik, bölürük sayına. Bu da verir bizə cavabı 3. Doğru cavab Y variantı. Daha sonra 13-cü sual. Sənəddə abzas nişanını əks etdirən
Əmir hansı lent tabında yerləşir? Deməli, abzas nişanını əks etdirən əmrlərimiz bizim yerləşir home tabında. Daha sonra 14-cü sual. Enerjidən asılı olan daxili yaddaş qurğularını müəyyən edin. Fikir verin, daxili yaddaşları seçirsiniz, amma elələrini seçirsiniz ki, enerjidən asılı olanlar olsun. Yəni kompüter enerjidən ayrılanda bu daxili yaddaşların tərkibi silinsin, yaddaşı təmizlənsin. Əvvəlcə daxili yaddaşları burdan seçək. Biz demişik ki, içərisində böyük D hərfi olanlar xarici yaddaş qurğusudur. O zaman 4-ü atırıq gedir. Hansı variantda 4 varsa getdi. Qaldıq A, B, D arasında. Və yadda saxlayın ki, video yaddaş, RAM və keş yaddaş. Bunlar enerjidən asılı olan yaddaşlardır. Doğru cavab D variantı. Bir də bunlardan başqa register yaddaş da enerjidən asılı olan yaddaşdır. ROM və flash yaddaş isə enerjidən asılı deyil. Flash yaddaşı EPROM da deyirlər. Daimi yaddaşın yenidən proqramlaşdırıla bilən versiyasıdır. 15-ci sual nəhayət. İstifadəçinin kompüterinə istifadəçinin xəbəri olmadan FTP serveri açaraq müxtəlif troyan və virusların yüklənməsini təmin edən vasitə necə adlanır? Bu dropperdir. Elə bu da bizim nəzəriyyəmizdə yer alan terminlərdən biridir. İndi onu da sizə göstərəcəm. Baxın, söhbət bu tərifdən gedir. Ümid edirəm ki, bu sınaq imtahan əvvəli sizin üçün yararlı olmuşdur. Əziz tələbələr, hər birinizə uğurlar arzulayıram. Əgər hər hansısa bir sualda sizə qaranlıq qalan bir məqam varsa, onu videonun rəy bölməsində bildirərsiniz. Hər birinizə uğurlar, imtahanda inşallah yüksək nəticələrlə imtahanı başa vurarsınız. Uğurlar, sağ olun.